Deməli, gözəl qardaşım, sənə Qobuda, gəl. Təzə açılan moyka var, Ərisoy servisi. Bax, düz onun yanında. Yola, qardaşım, 60 metr məsafədə 3 otaq, 3 sotun içində təcili bir ev çıxır satışa. Qardaş, bağı, baxsası, bir dənə sağı sol çək, bax, burada güllər falan. Hamısı yerli-yerində. Gəl bura. Gəl bura. Bax, evin arxasına da keçir, bax. Toyuzdalar üçün yerlər. Kimsə deyir, Qobuda suzaq. Qardaş, burada söhbət yoxdur. Əlavə, qardaşım, su çəni 10 tonluq. Yerli-yerində çox güzələr üçün yer. Gəl, indi keçək evimizlə tanış olaq. Hə, gəl qardaşım, gəl içəri. İçəri girdin, bax girən kimi, gəl bura. Bax, bir dənə, belə bir dənə kuxnamız var. Kuxnası yerində, yəni içəridə nələr qalır, kuxna mebeli falan hamısı yerində qalacaq. Belə deyək, qiymətlər razılaşsa, evin içində bütün əşyalar yerində. Bir dənə beləsinə zalımız var. Bax, zalımızda da stol çox güman ki, yerində qalar. Yəni, qardaş, bax, İran peçi, bir dənə İran peçi bu evə bəs eləyir. Niyə? Niyəsini sənə deyim. Ev, videonun sonunda deyəcəm nədir. Ev kurbovu hər tərəfi 2 daşdır. Növbəti yataq otağımız. Gəl. Növbəti yataq otağımız. Ev ümumilikdə 2 daşdır. 2 daşdır ev. Qardaş, ürəyin istəyəndə evdir. Gəl bir dənə növbəti də yataq otağını göstərim. Bax, bir dənə də yataq otağımız burada. Ay evin həyətinə kimsə baxır, həyətinə nəsə düşür. Və yaxud da nəsə və nəzərdə çatdırım ki, bax buradan bax diqqətlə evin yanıdır, bax elə arxasıdır bu. Gəl, bir dənə də bax burada belə səliqəli hamam sanzerimiz var. Gəl indi keçək əsas məsələyə. Bax gözəl qardaşım, 3 sotun içində 3 otaq. Ev bilirsiniz hardadır? Qobuda Ərisoy servisinə üzbəüz dalana girdin qardaş. Ay harda orada bax 140 nömrə avtobus var evin yanından keçir. Yuxarıdan şəhər avtovağzala gedən bütün avtobuslar burada. Yanında məktəb sağında aşağı düşəndə hər şey yerində. Ev şəxsən mənim